Salam əziz şagirdlər, bugün 12 aprel 2026-cı ildə keçirilmiş Kenguru Olimpiyadasının 2-ci sinif izahına baxacaq. Birinci sual, sağdakı şəkildə bir böcək təsvir olunub, aşağıdakı variantlardan hansı həmin böcəyi göstərir? Nəyə əsasən tapırıq uşaqlar? Böcəyin xallarına əsasən tapacaq. 2 və digər tərəfdə 3 sayda xal var. Hansı variant uyğun gəlir? B variantı. 2 və 3 sayda xal var. İkinci sual, hansı hissə puzzle tamamlayar? Puzzle-mıza fikir versək görərik ki, boşluğumuz bu formadadır və buna hansı şəkil uyğun gəlir? Təbii ki, B variantındakı kenguru şəkli boşluğumuza uyğun gələcək. Digər variantlarda isə çıxıntılarımız olduğu üçün həmin boşluğa uyğun gələn deyil. İç şəkildə göstərilən labirintin içində qaçır. O ümumilikdə neçə sümük toplaya bilər? Uşaqlar, baxırıq ki, labirintdə bu iki sümük qapalı yerdə durduğu üçün it bunları yeyə bilən deyil. Amma digər sümükləri toplasaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 sümüyü it yeyə biləcək. Yəni yeməsi mümkündür. Cavab C variantı. Samir gilə dostları qonaq gəlir və ayaqqabılarını çıxarır. Cəmi neçə dost qonaq gəlib? Uşaqlar, bir insan bilir ki, təbii ki, 2 ayaqqabı geyinə bilər. Gəlin ayaqqabıları sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 dənə ayaqqabımız var. Bu neçə insana məxsus olacaq? 14-ü bölürük 2-yə, cavab 7 insan. B variantı. Halqa atma oyununda oyuncular dirəyə keçən hər bir halqa üçün 3 xal qazanır. Uşaqlar, dirəyə diqqətlə fikir versək görərik ki, 2 dənə halqamız buradan keçib. Deməli, əgər bir halqa 3 xal qazandırırsa, 2 halqa neçə xal qazandıracaq? 2-ni vuracaq 3-ə, cavab 6, B variantı. Elsevərin masasının üzərində 6 dənə qəpik var. Elsevər qəpikləri bir dəfə çevirir. Deməli, mavi üzü çevirəndə olacaq ağ üz, ağ üzü çevirəndə olacaq mavi üz. Mavi olacaq ağ, ağ olacaq mavi. Hansı şəklə uyğun gəlir uşaqlar? Y variantına uyğun gəlir. Ağ, mavi, mavi, ağ, ağ, mavi. Şəkildə 2 fərqli oyuncaq ailəsi təsvir olunub. Birinci ailə, ikinci ailə. Aşağıdakı qruplardan hansı eyni ailədən olan oyuncaqlardan təşkil olunub? Baxaq, A variantındakı bütün oyuncaqlar eyni ailədən, yəni birinci ailədən təşkil olunublar. B variantında ilk oyuncağımız birinci ailədəndir, növbəti oyuncağımız ikinci ailədəndir. C variantında oyuncaqlarımız bəziləri ikinci ailədən, məsələn bir digəri birinci ailədəndir. Deməli, digər variantlarda da eyni ilə fərqli ailələrdir. Şəkildə yaşıl kvadratların sayı ağ kvadratlardan nə qədər çoxdur? Yaşılları sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21 dənə yaşıl kvadratımız. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 dənə ağ kvadratlarımız var. 21-dən 15 çıxanda neçə eləyir uşaqlar? Təbii ki, 6 eləyir. Cavab C variantı. Keçdik 4 ballıq suallarımıza. Asif pəncərənin üzərinə əlifbanın ilk 3 hərfini, daha sonra bir dənə ürək şəkli çəkir. Pəncərənin digər tərəfindən baxanda nə görünə bilər? Deməli, digər tərəfdən baxsaq uşaqlar, yazılar tərsinə görünəcək. Birinci olmalıdır ürək, daha sonra C hərfi. Hansı variant uyğun gəlir? Baxın, A ilə D-də birinci ürək gəlməyib. B-də ürəkdən sonra B hərfi gəlib. C-də ürəkdən sonra A hərfi gəlib. Cavab oldu Y variantı. Ürəkdən sonra C, sonra B, sonra A. Onda arılar 2 fərqli hissədə dairə formasında dayanıblar. A dairəsindən B dairəsinə neçə arı keçsə, hər iki dairədə eyni sayda arı olar. Baxaq görək A-da neçə arımız var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 sayda A dairəsində arımız var. 1, 2, 3, 4, 5, 6, 7 sayda B dairəsində arımız var. Gəlin baxaq, ümumilikdə neçə arımız var? 13 üstə gəl 7, cavab 20. Hər ikisində eyni sayda olması üçün 20-ni bölsək 2-yə, deməli, bərabərdə 10. Deməli, hər iki ailədə uşaqlar 10 dənə arı olmalıdır. Onda biz neyniyək? Deməli, A dairəsindəki arılardan 13-ünü çıxıb B dairəsinə keçirsək, 13-dən çıxsaq 3-ü 10, digər B-dəki 7 arının üzərinə həmin 3-ü gəlsək 10. Deməli, hər iki dairədə eyni sayda arı olar. Neçə arı keçdi A-dan B-yə? 3 arı, cavab C variantı. Nənə tortu 3 kəsiklə bölür. Deməli, nənə tortu əvvəlcə 3 dənə kəsiklə böldü. Daha sonra tortu çevirir və daha 4 kəsiklə bölür. Deməli, neçə hissə bölünmüş oldu uşaqlar? Gəlin sayaq görək neçə hissə bölünüb. 1, 2, 3, 4 hissə burada var. 1, 2, 3, 4, 5 hissə də burada var. Deməli, 4-ü vuracaq 5-ə, cavab 20 dənə kəsilmiş hissəmiz var. D variantı. Növbəti.
Tutuquşu bir dirəkdən növbəti dirəyə tullanmaq üçün 2 saniyə vaxt sərf eləyir. Bizdən istəyir ki, o 10-cu dirəyə kimi tullananda neçə saniyə vaxt sərf olunacaq? Uşaqlar, gəlin əvvəlcə baxaq tutuquşu neçə dəfə tullanıb. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dəfə tullanıb. Deməli, bir tullanışa 2 saniyə vaxt sərf olunursa, 9 tullanış tapmaq üçün 9-u vururuq 2-yə, cavab 18. C variantı. 13-də. Kenguru pazlı 5 hissəyə bölür. 4-ü bizə göstərilib. Hansı hissə çatmır? Gəlin baxaq uşaqlar. Deməli, diqqətlə baxsaq, bu bizim baş hissəmizdir. Bu hissə quyruq hissəsidir. Quyruq hissəsi. Bu hissə haradır uşaqlar? Baxın, bu hissə necə alınacaq? Buradan kəsək. Bu hissə alınacaq. Daha sonra bura ayaq hissəmizdir. Hansı hissə artıq qalır uşaqlar? Baxın, indi diqqətli olun. Bir dənə üç bucaq və 2 dənə də təpəsindən çıxıntı var. Hansı variant uyğun gəlir? Y variantı uşaqlar. Bir dənə üç bucaq və təpəsində 2 dənə çıxıntı. Y variantında uyğun gəldi. 14-də qunduz birli şəkildə göstərilən K hərfini rəngləyir. O artıq bir qutu boyadan istifadə edib. Görürük ki, 2 dənə kvadrata bir qutu boya sərf olunub. Deməli, bir qutu boya 2 dənə kvadrata sərf olunur. K hərfini rəngləməyə başa çatdırmaq üçün ona daha neçə qutu boya lazımdır? Uşaqlar, baxaq görək bizdə daha neçə kvadrat qalıb. 1, 2, 3, 4, 5, 6 dənə tam kvadratımız var. Daha sonra axı bu hissələrdə bunları birləşdirsək bizə bir dənə tam kvadrat verər. Deməli, bu iki hissə də bizə bir tam kvadratı verəcək və bu iki hissə də bizə bir tam kvadratı verəcək. 2 dənə də bunlar. 6 üstə 2, 8 dənə kvadratımız var. Bir qutu 2 kvadratı rəngləyirsə, 8 kvadratı tapmaq üçün nə edəcəyik? 8-i bölürük 2-yə, 4 qutu boya lazımdır. Cavab C variantı. Samirin 3 kitabı var. Mavi, sarı, qırmızı. Sarı kitab qırmızı kitabdan 4 səhifə çoxdur. Uşaqlar, gəlin özümüzdən bir ədəd qoyaq. Məsələn, qırmızı kitaba deyək ki, 7 səhifəsi var. Sarı kitab qırmızı kitabdan 4 səhifə çox. Neçə olacaq? 7-nin üstünə 4, 11. Sarı kitab həmçinin mavi kitabdan 7 səhifə çoxdur. Deməli, sarı mavidən 7 səhifə çoxdursa, 11-dən 7 çıxanda maviyə də qalır 4 səhifə. Mavi kitab qırmızıdan neçə səhifə azdır? Mavi qırmızıdan neçə səhifə azdır uşaqlar? 7-dən 4-ü çıxanda 3 səhifə azdır. A variantı. Baxaq 16-ya. Şəkildə göstərilən böyük kub 18 mavi, 9 sarı kubdan təşkil olunub. Biz bu istiqamətdə baxsaq, nə görərik? Əvvəlcə baxaq neçə sarı bizə məlumdur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Aha, deməli 9 sarının hamısı bizə məlumdur. Biz bu istiqamətdən baxanda hamısı mavi olacaq, bir dənə bu küncdə sarı duracaq. Hansı aiddir? Təbii ki, D variantı aiddir. Hamısı mavi, bir dənə bu küncdə sarı durur. Fazil yaşıl və mavi kublardan istifadə edərək 6 dənə güllə tikir. 6 dənə güllə tikir uşaqlar. Hər güllə 5 dənə kubdan ibarətdir. Hər güllədə 5 dənə kub var. Eyni rəngli kublar bir-birinə toxunmur. Aha, eyni rəngli kublar bir-birinə toxunmursa, yəni məsələn, bu gülləmiz mavi ilə qutarırsa, olacaq yaşıl, mavi, yaşıl, mavi. 5 dənə kubdan ibarət oldu. Bir güllə 5 dənə kubdan ibarət oldu. Mavi ilə bitən gülləmizdə neçə dənə mavi rəng istifadə olunub? 1, 2, 3. Aha, deməli, mavi ilə bitən gülləmizdə 3 dənə mavi kubu var. Bəs yaşılla bitən gülləmizdə neçə mavi olacaq? Yaşıl, mavi, yaşıl, mavi, yaşıl. Neçə dənə mavi var? 2 dənə mavi. Yaşıl gülləmizdə də 2 dənə mavi olacaq. Deməli, mavilər 3 dənə, yaşıllar 2 dənə. Cəmi toplasaq 3 + 3, 6, 8, 11, 14, 16. Cavab D variantı. 16 dənə mavi kubdan istifadə edilib. 18. Şəkildə göstərilən 2 hissədən istifadə edərək hansı fiquru düzəltmək mümkün deyil? Baxsaq ki, 3 nöqtə ilə 2 dənə üçbucaq sanki dam formasındadırlar, birləşirlər dam formasında. Baxın, A-da da belədir, B-də də belədir, C-də və Y variantında da eyni ilə belədir. Amma D variantında 3 nöqtə ilə üçbucaqlar fərqli istiqamətdədir. Hər iki tərəfdən də baxsaq. 3 nöqtə və üçbucaqlar fərqli istiqamətdədir. Ona görə D variantında belə bir fiqur düzəltmək mümkün deyil. 19. Cədvəl hər sətrin solunda göstərilən fiquru. Deməli, hər sətrin solunda göstərilən fiqur hər sütunun yuxarısında göstərilən heyvanla birləşdirir. Hər sütunun yuxarısında göstərilən heyvanla birləşdirir. Baxın uşaqlar, fiqurumuz nədir? Kvadrat. Heyvan nədir? Məsələn, siçan. Kvadratla siçan birləşib, kvadratın içində siçan alınıb. Buna əsasən indi deyir ki, fidan vərəqin üzərinə mürəkkəb dağıldıb. X işarəsinin altında hansı şəkil gizlənib? Gəlin tapaq. Bu istiqamətdə baxsaq görərik ki, fiqurumuz nədir? Dairə.
dairə. Və bu istiqamətdə baxsaq görərik ki, hansı heyvandır? Kenguru. Deməli nə olacaq? Dairənin içində kenguru olmalıdır. Hansı variant? E variantı. Dairənin içində kenguru. 20-ci sual. Nigar ipə muncuqlar düzərək bilərzik hazırlayır. Gəlin ipimizi çəkək. Əvvəlcə ipin sol tərəfində 2 ağ muncuq, sol tərəfdə 2 ağ muncuq. Sonra sol tərəfdə 1 qara muncuq, sol tərəfdə 1 qara muncuq. Sağ tərəfdə 2 qara muncuq. Sağ tərəfdə 2 qara muncuq. Sol tərəfə 2 ağ muncuq. Sağ tərəfə 1 ağ, sol tərəfə 1 qara muncuq düzdür. Hansı şəkil alınır? Aha, bunu birləşdirsək, baxaq hansı şəkil alınır. Uşaqlar, C, D, Y variantında görürükmü 3 dənə qara yan-yana düzülüb. Axı bizim bilərziyimizdə 3 dənə qara yan-yana yoxdur. Ona görə bu variantları silirik. Daha sonra B variantında 2 qara muncuğun yanında hər iki tərəfdən 2 dənə ağ durur. Bizdə isə 2 qara muncuğun yanında bu istiqamətdə 2 dənə ağ durub düzdür. Amma bu istiqamətdə 1 dənə ağ dayanıb. Ona görə B variantında silirik. Geriyə qalır A variantı. 21. Raminin 3 dənə kartı, 2 dənə zərfi var. Kartlarda hər birində 2 dənə görünən hissə var. Və deyir ki, bu görünən 4 ədədin cəmi 26-dır. Bunu necə həll edəcək? Deməli, variantları yerinə qoyub yoxlayacaq. A-ya baxaq. Birinci kart A zərfinə. Üçüncü kart B zərfinə. Birinci kart A zərfinə qoyulsa, hansı rəqəmlər görünər? 3 ilə 2. Cəmi neçə edir? 5. Üçüncü kartı B zərfinə qoysaq, hansı rəqəmlər görünər? 2 ilə 8 görünər. Cəmi 10 edir. Deməli, bu iki kartın da rəqəmləri cəmini toplasaq, bizə 15 verir. Aha, 26 eləmədi axı. Ona görə A variantını silirik. Baxaq B variantına. İkinci kartı A zərfinə, birinci kartı B zərfinə qoysaq. Deməli, ikinci kartdan hansı rəqəmlər görünəcək? 1 ilə 6, cəmi 7. Birinci kartı B zərfinə qoysaq, hansı rəqəmlər görünəcək? 4 ilə 9, cəmi 13. Bu ədədləri də toplasaq, cəmi bizə 20 verər. Yenə 26 olmadı. B variantını da sildik. Baxaq D variantına. Üçüncü kart A zərfinə. Üçüncü kartı A zərfinə qoysaq, hansı rəqəmlər görünər? 6 ilə 9, cəmi 15. İkinci kart B zərfinə qoysa hansı rəqəmlər görünər? 9 ilə 2, cəmi 11. Deməli, bu iki kartın da cəmi bizə neçə verəcək? Bəli, 26-nı verəcək. Variantımız D variantı. 3 oğlan idman zalına fərqli vaxtda gəliblər. A rəqdə bir fikir deyir, M rəqdə bir fikir deyir uşaqlar. Və deyir ki, hər iki oğlan yalan danışır. A rəq deyir ki, mən birinci gəlmişəm. Deməli, o yalan deyir, birinci gəlməyib. A variantını buna görə silirik. A rəq birinci gəlməyib. Marek deyir ki, mən A rəqdən əvvəl gəlmişəm. Deməli, Marek də yalan deyir. A rəqdən əvvəl yox, sonra gəlməlidir. Buna görə də bu variantını silirik. Marek A rəqdən əvvəl gəlib. D variantını silirik. Yenə də Marek A rəqdən əvvəl gəlib. Daha sonra C variantını da silirik. Marek A rəqdən əvvəl gəlib. Deməli, nə qalır geriyə? Y variantı qalır. Murad 10 ədəd nömrələnmiş qəpiyi şəkildə göstərdiyi kimi 2 cərgə düzür. O birinci cərgədəki 1 qəpiyi ikinci cərgədəki 1-i ilə elə dəyişmək istəyir ki, hər cərgədəki ədədlərin cəmi eyni olsun uşaqlar. Deməli, hər cərgədən 1 qəpiyin yeri dəyişiləcək. Və elə eləməliyik ki, hər iki cərgədə ədədlərin cəmi eyni olsun. Ümumilikdə baxaq görək. Hər cərgədə ədədlərin cəmi neçədir? Birinci cərgədə 55. İkinci cərgədə 45. Aha. İndi nə edəcək uşaqlar? 55-dən çıxırıq 45-i. Cavab eləyir 10. 10-u bölürük 2-yə. Onu 2-yə bölsək 5 eləyəcək. Deməli, bu 5 bizə nəyə lazım uşaqlar? Elə ədəd seçməliyik ki, birinci və ikinci cərgədə həmin ədədlərin fərqi bizə 5 versin. 5-dən 5-i çıxsaq 0 olar, ikinci cərgədə elə bir ədəd yoxdur. 7-dən 5 çıxsaq 2 olar, yenə ikinci cərgədə belə bir ədəd yoxdur. 11-dən 5 çıxsaq bizə 6-nı verər. Bəli, uşaqlar, deməli, birinci cərgədən 11 ədədini, ikinci cərgədən isə 6 ədədlərinin yerini dəyişəcək. Gəlin, baxaq, həqiqətən doğru olurmu? 55-dən çıxırıq 11-i, 44, üstə gəl 6, cavab 50. Daha sonra 45-dən çıxırıq 6-nı 39, üstə gəl 11, 50. Bəli, həqiqətən də görürük ki, hər iki cərgədə ədədlərimizin cəmi 50 eləyir. Hansı ədədlərdir? Bizdən birinci cərgəni istəyir. 11 ədədidir. C variantı. 24-cü sual. İstanbuldakı bir pişiyin 7 balası var. Erkək balalardan birinin adı Albert, dişi balalardan birinin adı isə Stelladır. Deyir ki, uşaqlar, Stellanın qardaşlarının sayı Albertin qardaşlarının sayından 2 dəfə çoxdur. Nəzərə alaq ki, Albert özü daxı bir qardaşdır. Deməli, 2 dənə erkək balamız olacaq. Həqiqətən də Stellanın 2 dənə qardaşı, Albertin 1 dənə qardaşı var. Yəni, həqiqətən də bu 2 birdən 2 dəfə çox eləyir. Tapdıq ki, 2 dənə erkək balamız var. İndi gəlin dişilərə baxaq.
Deyir ki, cəmi 7 balası var. Bizə 3 dənəsi məlum oldu. Deməli, üzərinə neçə dənə gəlməliyik? Yenə 4 dənə üzərinə gəlməliyik ki, bizdə cəmi 7 bala versin. Aha, x-i erkəkdir, 5-i də oldu dişi. Deyir ki, Stellanın neçə bacısı var? Stellanın özün kənara qoysaq, Stellanın neçə bacısı olur? 4 dənə bacısı olur. Cavab D variant. Suallarımızın izahı bu qədər idi. Ümid edirəm ki, sizin üçün faydalı olar. Onlayn dərslərimizə qoşulmaq üçün 055 682 32 54 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.